Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Elhamdülillahillezî bi ni'meti ve tatimmus salihat. Nimetleri sayesinde salih emelleri tamamlayan Allah Subhanahu Teala'ya hamd senalar olsun. Muhterem Müslümanlar, bildiğiniz gibi artık Ramazan ayını tamamladık. Allah Subhanahu Teala'dan istəyirəm ki, bizim Ramazanda ettiğimiz emelleri bizden ihlaslı kəslərdən qəbul etdiği kimi qəbul etsin. Necə ki Allah Subhanahu Teala Quran-ı Kerimdə buyurur: وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِس۪ينَ لَهُ الدِّينَ. Sizdən qabaqçılara da dini Allah'a məxsus edərək, Allah'ın razılığını güdərək, Allah'ın rizası üçün etmək əmr edilmişdir. Allah'tan istəyirəm ki, Allah Subhanahu Teala bu ayda qardaşlarımızın, bacılarımızın etdiyi bütün xeyir əməlləri, bütün ibadətləri öz dərgahında ixlaslı əməl kimi qəbul etsin. Və Allah Subhanahu Teala onların əməlini ixlaslı kəslərdən qəbul etdiyi kimi qəbul etsin. Ehsan Yardım Fonduna həvalə olunan məsələlərdən biri Ramazan boyunca iftar vermək idi. Təxminən bütün bölgəmizdə, bütün rayonlarda, eləcə də Bakı daxil 23 min nəfərlik iftar süfrələri verilib. Və bundan əlavə 8 min nəfərli, 8 min insanın fitrəsi yığılıb və paylanılıb bayram namazına kimi. Eyni zamanda bölgələr daxil 500 ailəyə bayram sovqatı çatdırılıb. Və bununla yanaşı balaca balalarımızı da unutmamışıq və eləcə də balaca balalarımıza da bayram payları çatdırılıb. Və sonda Ehsan Qrupu adından fürsətdən istifadə edib bütün ölkə daxilimizdə olan müsəlmanların hamısını Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah Subhanahu Teala bizlərdən və sizlərdən Ramazan ayında etdiyimiz bütün salih əməlləri, ibadətlərimizi qəbul etsin. Öz dərgahında məqbul əməllərdən etsin. Bayramınız mübarək olsun. Allah Subhanahu Teala bizləri neçə belə gözəl bayramlara çıxartsın. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu.